Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə fiziki kəmiyyətlər və onların ölçülməsi mövzusu ilə tanış olacağıq. Gəlin bəzi kəmiyyətlərlə tanış olaq. İlk öncə bizi tanış olduğumuz kəmiyyətlərdən biri də həcmdir. Həcm V hərfi ilə işarə olunur. Beynəlxalq sistemdə vahidlərlə ifadəsi kubmetrdir. Yəqin ki, həcm anlayışı ilə siz əvvəl digər fənlərdən tanış olmuşsunuz. Həcm vahidlərinə isə bir sıra vahidlər aiddir. Məsələn, 1 kub santimetr, kub millimetr, kub desimetr, kub metr, kub kilometr. Bu vahidlər arasında mütləq şəkildə biz əlaqəni bilməliyik və necə çevrilmə qaydasını bilməliyik ki, məsələ həllində istifadə edə bilək. Gəlin bunlara aid bir neçə nümunəyə baxaq. Bu tapşırıqda bizə həcm vahidi nə qəbul edilmişdir bizdən soruşulur. Bayaq dediyimiz kimi beynəlxalq sistemdə həcm vahidi biz kubmetrdən istifadə edirik. Çünki kubmetr beynəlxalq sistemdə əsas vahiddir. Ona görə də bunu burada qeyd edək. Kubmetri. İndi isə verilən həcmləri həmin vahidə çevirək. Bizə verilib 25 kub kilometr. Biz bilirik ki, 1 kilometr 1000 metrdir. Amma biz onu kuba çevirsək, onda həmin mini 3 dəfə özü-özünə vurmalıyıq. Vuran zaman isə bu cavabı almış olarıq. İndi digər çevirməyə baxaq. 4000 kub desimetr verilib bizə və bizdən tələb olunur ki, bunu kubmetrə çevirək. Yadımıza salaq. 1 metr neçə desimetrdir? Bilirik ki, 1 metr 10 desimetrdir. Əksi olacaq 0,1. Amma biz bunu desimetri kubmetrə çevirmiş olsa, 0,1-i 3 dəfə özü-özünə vurmalıyıq. Bu zaman 1000-də 1 eləyir. Yəni, buradan belə nəticəyə gəlirik ki, biz 4000-i 1000-ə bölməliyik. 4000-i 1000-ə bölmüş olsa, 4 alarıq. Keçək digər çevirməyə. 2000 kub santimetr verilib bizə. Bizdən tələb olunur ki, biz onu kubmetrə çevirək. Yenə də yadımıza salırıq. 1 metr neçə santimetrdir? Biz bilirik 1 metr 100 santimetrdir. Amma kubu eləyəcək 1 milyon. Amma bizdən santimetri metrə çevirmək soruşulduğundan 1 milyonda 1 eləyir. Yəni biz verilən rəqəmi milyona bölməliyik. Bölsək, bu zaman cavab 1000-də 2 eləyəcək. Çünki ixtisar apardığımız zaman cavab 1000-də 2 alınmış olarıq. Digər kəmiyyət 10.000 millimetr kubu verilib. Bizdən 1000 metr kubuna çevrilmək tələb olunur. Biz bilirik ki, 1 metr 1000 millimetrdir. Amma 1 millimetr 1000-də 1 metr olacaq. Amma biz kuba yüksəltmiş olsaq, 1000-i 1000-də 1-i 3 dəfə öz-özünə vurmalıyıq. Yəni biz verilmiş rəqəmi bölürük və bu zaman ixtisar apardığımız zaman cavab milyonda 10 və yaxud 100.000-də 1 almış olarıq. 100.000-də 1. Beləliklə biz bu tapşırıqda həcm vahidinin beynəlxalq sistemdə hansı vahid olduğunu müəyyən etdik. Həmçinin verilən həcmləri əsas vahid olan, yəni BSD əsas vahid olan kubmetrə çevirdik. Və bu çevirmələr nəticəsində biz artıq öyrəndik ki, istənilən vahidlər arasında, həcm vahidləri arasında çevirmə hansı üsulla, hansı qayda ilə aparılır. İndi keçək digər slaydımıza. Digər slaydda müxtəlif fiqurların həcmləri verilmişdir. Biz bilirik ki, fizikada, həmçinin riyaziyyatda müxtəlif fiqurlar var.
Bu fiqurların isə həcmləri müxtəlif yollarla, müxtəlif düsturlarla hesablanır. Silindrin həcmi, kürənin həcmi, konusun həcmi, piramidanın həcmi bizdə slaydda verilmişdir. Amma biz ən çox, hələ təzə olduğumuza görə başlanğıc olaraq biz ən çox istifadə etdiyimiz kubun həcmi olacaq. Kub ümumiyyətlə tərəfləri, yəni tirləri bir-birinə bərabər olan fiqurdur. Bu zaman biz bunun həcmini hesablayarkən hər bir tirini 3 dəfə özü-özünə vururuq. Hətta buna aid sizə slaydda nümunələrdə göstərilib. Açıq-aydın görürük ki, əgər kubun tili 1 olarsa, 1-i 3 dəfə öz-özünə vurub, 2 olarsa 2-nin kubuna hesablayırıq. Əgər 3 olarsa tili 3-ün kubu şəklində hesablayırıq. Eyni ilə 4-ün kubu da bu qayda ilə hesablanır. Yəni kubun həcmi tilinin kubuna bərabərdir. Digər fiqur isə bizdə düzbucaqlı paralelipipeddir. Düzbucaqlı paralelipiped kubdan fərqli olaraq burada tillər bir-birinə bərabər deyil, fərqlidir. Və biz bu paralelipipedin həcmini taparkən adətən enini uzunluğuna, onu da hündürlüyünə vururuq və hesablayırıq. Gəlin bu fiqura həcmini necə hesablanma qaydasını biz bu nümunələrlə hesablayaq. Bizdə məsəl üçün bir nümunədə verib 4, 2, 7. Əgər biz buradakı paralelipipedin həcmini tapmış olsaq, yenə eyni qaydada 3 rəqəmi biri-birinə vurmalıyıq. Mən birini sizə göstərəcəm. Yəni biz 4-ü 2-yə, onu da 7-yə vurmalıyıq. 4 vur 2 vurulsun 7 şəklində təyin etməliyik. Digər paralelipipedlərdə eyni bu cür hesablanacaq. Yəni 3 rəqəmin 3-ünü də bir-birinə vururuq. Burada həm en, uzunluq, hündürlük fərq eləmir hansı tili bir-birinə vursan. Çünki bilirik ki, vuruqların yerini dəyişəndə hasil dəyişmir. Yəni biz istəsək hündürlüyü eyni uzunluğuna vura bilərik, istəsək eyni uzunluğuna sonra hündürlüyünə vura bilərik. Heç bir fərqi yoxdur. İndi keçək digər slaydda. Növbəti slaydda bizə düzbucaqlı paralelipiped formalı olan otağın həcminin hesablanması tələb olunur. Gəlin əvvəlcə verilənləri yazaq. Birinci verilən bizdə eyni uzunluq və hündürlük şəklində yazılır. 5, 4, 3. Buradan da açıq-aydın görünür ki, burada en 4'dür. Çünki en həmişə uzunluqdan kiçik olur. Uzunluq 5'dir. Hündürlük isə 3'ə bərabərdir. 3'ə bərabərdir. Bu şəkildə yazırıq. Tapmalı bizdə otağın həcmini soruşuq. Biz bilirik həcm V hərfinə hesablanır. İndi həll hissəsində düsturu yazaq. V bərabərdir A vur B vur C. Gətirib rəqəmlərini yerinə qoyuruq. 4. Bir də xatırladım ki, verilir hissəsində həm en, həm uzunluğun vahidi metrdir, yəni əsas vahiddir. Bu zaman həmin rəqəmləri həll hissəsində qoyuruq. Sadəcə vahidi yazmırıq, çünki sonda yazacağıq. Hesablayırıq. 4'ü 5'ə vururuq 20, 20'ni vururuq 3'ə 60. 60. Vahid olaraq kubmetr yazırıq. Bizim aldığımız vahid burada elə həcmin əsas vahididir. Yəni VS-də vahidlərlə ifadə olunmuşdur. Ona görə də heç bir hesablama, heç bir çevirmə aparmırıq. Cavab eləyir 60 kubmetr. Bax, bu şəkildə biz otağın həcmini tapdıq. Otağın həcmini taparkən biz mütləq şəkildə həmin otağın enini, uzunluğunu və hündürlüyünü bilməliyik və buna uyğun da hesablama aparmalıyıq. Digər slayda keçək. Cisimlərin həcmi menzurka adlanan cihazla ölçülür. Bu bəzi biz evimizdə də rast gəlinir. Yəni menzurka bilək ki, cisimlərin həcmini müəyyən edən cihazdır. Bu slaytda biz qabdakı suyun həcminin ən böyük olduğunu müəyyənləşdiririk. İlk öncə qablara fikir versək, görərik ki, hər 4 stəkanda həcmlər eynidir. Çünki hər 4 stəkan eyni stəkandan ibarətdir. Sadəcə biz burada suyun həcminə fikir veririk. Suyun həcminə fikir verəndə biz görürük ki, ən böyük
suyun həcmi birinci qabdadır. Çünki orada hündürlük daha böyükdür. Çünki biz də bilirik ki, həcmlərin hesablanmasında hündürlük də nəzərə alınır. Və birinci qabda suyun hündürlüyü daha çox olduğundan biz deyə bilərik ki, birinci qabda suyun həcmi də ən böyük hesab olunur. İndi yeni tapşırığa baxaq. Biz əvvəlki dərsimizdə yadınızdadırsa bir bölgünün qiymətini, xətanı hesablanmasını öyrənmişdik. İndi bu tapşırıqda yenidən biz həmin hesablamalara baxacağıq. Amma bu dəfə artıq biz bunu menzurka üzərindən hesablayacağıq. Bizdə deyilir ki, mayenin həcmini birinci menzurka ilə ölçdükdən sonra bu ikinci menzurkaya boşaldılır. A variantında menzurkaların xətalarını müəyyən edir. Gəlin hər bir menzurkada xətanı təyin edək. Bunun üçün biz ilk növbədə bir bölgünün qiymətini hesablamalıyıq. Bir bölgünün qiymətini hesablayarkən yadınızdadırsa biz menzurka üzərindən 2 rəqəm götürürük. Tutalım biz 30-20 götürmüşük. Bu zaman böyükdən kiçiyi çıxılır. Böyükdən kiçiyi çıxırıq. Eləyir 10. Və aldığımız cavabı 30 və 20 arasındakı bölgələrin sayına bölürük. Böldüyümüz zaman cavab edəcək 1. Sonra hansı xətanı əgər bizdən soruşulursa, biz xətanı taparkən bir bölgünün yarısını götürürük. Yəni burada bir bölgünün yarısı bizdə eləyəcək 0,5. Bu şəkildə hesablamış oldu. İndi keçək ikinci menzurkada. İkinci menzurkada biz götürürük. Yenə də 2 rəqəm, istədiyimiz 2 rəqəm. Tutalım ki, 30 ilə 20 götürürük. Eyni rəqəmləri götürək. Bu zaman yenə də böyükdən kiçiyinə çıxırıq. Bu zaman aldığımız cavabı 20 ilə 30 arasındakı bölgələrin sayına bölməliyik. Baxanda görürük ki, buradakı bölgülər 2-yə bərabərdir. Ona görə də 2-yə bölürük. Biz buradan bir bölgünü tapmış olduq. Əgər bir bölgünü tapdıqdan sonra xətanı tapmaq istəsək, aldığımız cavabı 2-yə bölürük. O da edir 2,5. Demək, birinci menzurkada xəta 0,5, ikinci menzurkadakı xəta isə 2,5-ə bərabərdir. İndi B variantına baxaq. B variantında mayenin həcmini müəyyən edin. Yadınızdadırsa, məsələnin şərtində verilir ki, eyni mayedir. Bir menzurkadan digər menzurkaya tökülüb. Əgər eyni mayedirsə, ona bilmək olar ki, bu hər iki menzurkada mayələrin həcmi bərabər olacaq. Yəni biz istədiyimiz menzurkada həcmi tapsa, digər menzurkada da həcm ona elə eyni qiymətə bərabər olacaq. Gəlin birinci menzurkaya baxaq. Birinci menzurkaya baxmış olsa, görərik ki, su 20-nin üzərindədir. Ona görə yazırıq 20 üstəgəl. 20-nin üzərindəki xırda bölgülərə baxsa, görərik ki, 4 dənə xırda bölgüdən istifadə olunub. Yarıya gəlib çatmır 4 dənə. Və bir bölgünün qiymətini də bayaq biz hesabladıq. 1-ə bərabərdir. 1-ə vururuq. Cavab edəcək 24 millilitr. Demək, bizdəki suyun həcmi 24 millilitrə bərabər oldu. Sonra C variantında isə bizdən soruşulur ki, hansı menzurka ilə ölçməni daha dəqiq aparmaq olur? Bunun üçün biz diqqət yetirsək, görərik ki, birinci menzurkada rəqəmlər arasında bölgülərin sayı ikinci menzurkaya nisbətən daha çoxdur. Bu da bizə imkan verir ki, biz ölçməni daha dəqiq aparaq. Çünki biz lazımı rəqəmi onun içərisindən, həmin menzurkanın içərisindən daha rahat müəyyənləşdirə bilirik. Ona görə də C variantında cavab birinci menzurka olacaq. Keçək digər slayda. Digər slayda bizə belə bir şəkil verilib. Biz bildik ki, əvvəlki slaydlardan ki, müxtəlif formalı cisimlərin, fiqurların həcmini müəyyən düsturla hesablamaq mümkündür. Məsələn, kubun, paralellepipedin həcmini hesablayarkən müxtəlif düsturlardan istifadə etdik. Tutalım ki, bizə verilən cismin həcmi qeyri-müəyyən formalıdır. Yəni, biz onun formasına baxarkən deyə bilmirik ki, hansısa fiqurdur. Bu zaman onun həcmini necə taparıq? Bunun üçün biz müxtəlif yollardan istifadə edə bilərik. Birinci üsul odur ki, biz cismi
müəyyən menzurkanı içərisinə su dolduraq. Su doldurduqda çalışaq ki, o müəyyən bir rəqəmin üzərində dayansın. Çünki bizim üçün ölçmə daha rahat olsun. Baxdığımız zaman şəkildə görərik ki, birinci menzurkada suyun həcmi 20-nin üzərində dayanıb. Ona görə də bizdə ilkin həcm 20-yə bərabərdir. Sonra həmin cismi, yəni qeyri-düzgün formalı olan cismi suyun içərisinə atırıq. Suyun içərisinə attığımız zaman məlum məsələdir ki, suyun hündürlüyü qalxmış olacaq. Bu zamanda suyun həcmi də dəyişəcək. Suyun həcminə baxsaq, son həcminə görərik ki, 40-ın üzərində dayanıb. Daha sonra biz əgər daşın həcmini və yaxud hər hansı bir qeyri-düzgün formalı bərk cismin həcmini taparkən, biz son həcmindən əvvəlki həcmini çıxmalıyıq. Burada çıxan zaman 40-dan 20-ni çıxırıq və cavab 20 ml alınır. Demək, bizdə verilən qeyri-düzgün formalı bərk cismin həcmi 20 ml bərabərdir. Həmçinin bunu eyni üsulla daş üçün də hesablamaq olar. İlk əvvəlcə biz ilkin həcmi müəyyənləşdiririk, menzurkada olan ilkin həcmi. Sonra həmin menzurkada son həcmi müəyyənləşdiririk. Alınan fərq, yəni sondan ilkin həcmi çıxarkən aldığımız fərq bizdə verilən cismin, yəni daşın həcmi olmuş olacaq. Qeyri-düzgün formalı bərk cismin həcminin tapılmasının ikinci qaydası ilə tanış olaq. Bunun üçün biz hər hansı bir qabı müəyyən qədər su ilə doldururuq və bu suyu doldurduğumuz zaman həmin bərk cismi onun içərisinə daxil edirik. Daxil edən zaman qab tamamilə su ilə dolduğundan müəyyən qədər su daşır və daşan zaman biz onun altına müəyyən bir menzurka qoysaq, görərik ki, menzurkada müəyyən həcmə malik olan su yığılır və biz bu suyun həcmini ölçmüş olsaq, bərk cismin həcmini taparıq. Bax, bizim şəkildə də eyni qaydada müəyyən bir qeyri-düzgün formalı malik daş götürülüb və daşı qabın içərisinə saldığımız zaman görürük ki, müəyyən qədər su daşıb və daşan suyun həcmini ölçəndə görürük ki, 28 ml bərabərdir. Yenə də bunun tapılma qaydası eyni ilə bayaq hesabladığımız qaydadır. Qaydaya əsaslanır. Yəni burada bir bölgünün qiymətini tapırıq. Daha sonra isə menzurkadakı suyun həcmini tapırıq. Bu bizim üçün ikinci üsul hesab olunur. Keçək digər slayda. Digər slayda biz artıq yeni bir kəmiyyət olan sıxlıq kəmiyyəti ilə tanış olacağıq. Sıxlıq adətən rho hərfinə işarə olunur və sıxlığın düsturu M bölünsün V şəklində təyin olunur. Düsturda M əvvəlki dərsimizdən keçdiyimiz kimi M kütlə hesab olunur, V isə həcmdir. Yəni biz cismin kütləsini həcminə bölən zaman sıxlığı tapmış oluruq. Yenə də biz istədiyimiz kəmiyyəti sıxlığın düsturundan tapa bilərik. Əgər kütləni tapmaq istəyiriksə, sıxlığı həcmə vurmalıyıq. Tənasüb qaydasına əsasən. Həcmi tapmaq istəyiriksə, kütləni sıxlığa bölməliyik. Yox, əgər sıxlığı tapmaq istəyiriksə, adi qaydada düstura əsasən kütləni həcmə bölməliyik. Ümumiyyətlə, cisimlərin sıxlığı rho hərfinə işarə olunur. BSD vahidi, yəni beynəlxalq sistemdə vahidlərlə ifadəsi kiloqram bölünsün kubmetrə bərabərdir. Sıxlıq dedikdə hər hansı bir cismdə atom və molekulların və yaxud zərrəciklərin nə qədər sıx yerləşdiyi göstərilir. Birinci şəkildə görürük ki, burada zərrəciklər daha seyrəkdir. İkinci şəkildə isə zərrəciklər daha sıx yerləşmişdir. Bu da onu göstərir ki, ikinci cismin sıxlığı daha böyükdür. Eyni ilə cisimlərin sıxlıqlarının müqayisəsinə baxsaq, görərik ki, böyük cisim böyük kütləyə malikdir, kiçik cisim kiçik kütləyə malikdir. Böyük cisim böyük həcmə malikdir, şəkildən də görürük. Amma kiçik cisim kiçik həcmə malikdir. Amma sıxlıqlarını müqayisə edəndə görərik ki, birinci şəkildə zərrəciklər daha seyrək yerləşmişdir, amma ikinci şəkildə zərrəciklər daha sıx yerləşmişdir. Buradan da belə nəticəyə gəlirik ki, birinci cismin sıxlığı kiçikdir, lakin ikinci cismin sıxlığı daha böyük. Yenə sıxlıqların müqayisəsinə baxsaq, iki cisim verilib. İki cisimdən görürük ki,
İkinci cisim daha aşağıdadır. Aşağıda olması bunu göstərir ki, bu daha ağırdır, yəni daha böyük kütləyə malikdir. Amma yuxarıdakı cisim daha az kütləyə malikdir. Amma bizə şərtdə verilib eyni həcmdə. Eyni həcmdədirsə kütləyə görə sıxlığı müqayisə edə bilərik. Amma şəkildən açıq-aydın görə bilirik ki, ikinci cisim, yəni aşağıda olan cisim daha böyük sıxlığa malikdir. Çünki burada zərrəciklər daha sıx yerləşmişdir. Lakin yuxarıdakı cisimdə zərrəciklər daha seyrək yerləşdiyindən biz bunu deyə bilərik ki, burada sıxlıq daha kiçikdir. Keçək digər slaydda. Cisimlərin sıxlıqlarının müqayisəsində yenə də bu şəkildə görə bilirik ki, birinci şəkildə cisim molekullar, zərrəciklər daha sıxdır. Amma orta şəkildə, yəni ikinci şəkildə sıxlıqlar biraz nisbətən azalır. Amma lakin üçüncü şəkildə görə bilərik ki, sıxlıq nisbətən azdır. Çünki daha molekullar bir-birindən uzaqlaşırlar və seyrəkləşməyəsinə gətirib çıxarır. Ümumiyyətlə, müxtəlif maddələrin sıxlıqları fərqlidir. Əgər biz cisimlərin sıxlıqlarını müqayisə edərkən mütləq şəkildə onların materialına, yəni maddəsinə fikir verməliyik. Çünki cisimlərin sıxlığı maddəsinin növündən asılıdır. Məsəl üçün, bizim şəkildə mis, alüminium, taxta, laton, plastik kimi maddələrin tərkibi, quruluşu verilmişdir. Və şəkildə görə bilirik ki, hər birində zərrəciklər müxtəlif formada, müxtəlif düzülüşdə, müxtəlif sıxlıqda paylanmışdır. Ona görə də hər bir maddə üçün sıxlıq fərqli qiymətə malik olacaq. Biz bayaqki slaydda bərk cisimlərin sıxlıqlarını müqayisə etdik. Dedik ki, bərk cismin sıxlıqları yalnız maddənin növündən asılıdır. Amma indi bu slaydda isə biz mayelərin sıxlıqlarını müqayisə edəcəyik. Tutalım ki, hər hansı bir qab götürmüşük və orada 4 növ maye tökmüşük. Və mayelərə fikir versək görərik ki, ən aşağıda baldır, onun üzərində süd, su və ən yuxarıda isə yağ yerləşmişdir. Əgər bizdən bu mayələrin sıxlıqlarının müqayisəsi soruşulursa, biz deyə bilərik ki, şəklə əsasən ki, balın sıxlığı daha böyükdür. Çünki sıxlığı böyük olan maye həmişə ən dibdə olur. Çünki ağır olur və o həmişə dibə enir. Amma mayesi, yəni sıxlığı az olan maye isə, yəni yağ bizdə göstərilib, yüngül olduğundan həmişə yuxarıda olur. Ona görə də bu şəklə əsasən deyə bilərik ki, dibə doğru getdikcə mayələrin sıxlığı artır, amma səthə doğru qalxdıqca mayələrin sıxlığı isə azalır. Gəlin bu slaydda biz cisimlərin sıxlıqlarının və həcminin və kütləsinin necə hesablanması qaydası ilə bir daha tanış olaq. Bizim məsələdə verilib ki, menzurkaya daxil edən daşın sıxlığı verilmişdir. Bilirik ki, əvvəlki slaydlardan daşın sıxlığı Rho hərfinə işarə olunur. Biz də yazarıq, Rho bərabərdir 2100 kiloqram bölünsün kubmetr. Və bizdən soruşulur bir bölgünün qiyməti. Bir bölgünün əvvəlcə qiymətini hesablayarkən bizdən bir bölgünün qiymətini soruşur, daşın həcmini soruşur bizdən və daşın kütləsini də bizdən soruşur. Yəni daşın kütləsi M hərfinə işarə edilir. Bu da bərabərdir sual işarəsi. İlk növbədə gəlin biz hesablayaq bir bölgünün qiymətini. Bir bölgünün qiyməti bayaq dediyimiz kimi 2 rəqəm götürürük menzurka üzərinə. Tutalım ki, biz 20, 30, 30, 40 fərq eləmir. Tutalım 20 ilə 10'u götürmüşük. Biz burada 20'dən 10'u çıxırıq. Cavab edir 10. Sonra 20 ilə 10 arasındakı bölgələrin sayına baxırıq. Baxdığımız zaman görə bilərik ki, 10 və 20 arasında 10 dənə xırda bölgü vardır. Ona görə də aldığımız cavabı 10'a bölürük. 1 alınır. Yəni biz burada artıq bir bölgünün qiymətini hesablamış olduq. Sonra B variantında bizdən daşın həcmini soruşulur. Daşın həcmini soruşarkən biz nəyə fikir verməliyik? Bayaq dediyimiz üsulda birinci menzurkanın həcmini təyin etməliyik.
Sonra ikinci menzurkadakı suyun həcmini təyin etməliyik. Daha sonra burada həcmlərin fərqini hesablamalıyıq. Birinci menzurkadakı suyun həcminə baxsaq, görərik ki 20'nin üzərindən 3 bölgü yuxarıdadır. Yəni bu nə deməkdir? Yəni 20'nin üzərinə 3 vurulsun 1 gəlirik. Bu da edəcək 23. İkinci menzurkaya baxsaq, görərik ki su 30'un üzərində dayanıb. Yəni 30'dur. Sonra biz fərqi tapırıq. Çünki bizdən daşın həcmini soruşur. Daşın həcmini tapsaq, biz 30'dan, yəni sonraki həcmdən ilkin həcmi çıxmalıyıq. Bizdə edir 7 millilitr. Millilitri mütləq şəkildə biz metrə çevirməliyik. Çünki biz bilirik ki, beynəlxalq sistemdə əsas vahidlərlə ifadəsi həcmin kubmetrə bərabərdir. Bunu necə hesablayaq? İlk növbədə yadımıza salaq. 1 millilitr biz bilirik ki 1 kub santimetrdir. Yəni bizdə bu millilitr əslində 7 kub santimetrdir. Bunu metrə çevirmiş olsaq, biz onda yadımıza salmalıyıq. 1 metr 100 santimetrdir. Amma 1 santimetr %1 metr olacaq. Amma biz 100'ü kuba yüksəltmiş olsaq, onda milyonda 1 almış olaq. Milyonda 7 tapmış oldu. Gəlin indi isə növbəti səhifədə biz cismin, yəni daşın kütləsini hesablayaq. Daşın kütləsini hesablamaq üçün biz tapdıq ki, sıxlıq verilənlərə əsasən 2100 kiloqram bölünsün kubmetrdir. Amma biz daşın həcmini tapanda gördük ki, 0'dan milyonda 7'ye bərabərdir kubmetr və bizdən kütləni soruşur. Kütləni taparkən biz sıxlığın düsturunu yadımıza salmalıyıq. Sıxlığın düsturu kütlənin həcmi olan nisbətidir. Verdiyimiz rəqəmləri aparaq yerinə qoyaq. Yəni sıxlığı yerinə 2100 qoysaq, kütləni bilmirik, onu hər hansı bir x-nə işarə edək. Həcmi isə 0'dan milyonda 7 qoyaq. X-i tapsaq, yəni biz buradan kütləni tapsaq, 2100'ü milyonda 7'ye vurmalıyıq. Milyonda 7'ye vursaq, ixtisar edərik. 21 ilə 7'ni ixtisar etmirik, sadəcə vururuq. Amma sıfırları ixtisar edə bilərik sadə bir formada. 21'i 7'ye vursaq eləyəcək 147. Amma bizim onluqlarımız da olduğundan məxrəcdə 10.000 olacaq. Amma sürətdə 147. Amma bizdə məsələnin şərtində fikir verdinizsə, bizdən soruşurdu ki, kütləni qramla ifadə edin. Yəni qramlarla təyin etməliyik. Bizim aldığımız cavab kiloqramdır. Biz bilirik ki 1 kiloqram 1000 qramdır. Yəni biz aldığımız cavabı 1000'e vurmalıyıq. 1000'e vurmuş olsaq, yəni biz aldığımız cavabı 1000'e vurmuş olsaq, onda ixtisar gedəcək. Buradakı məxrəcdəki sıfırlar ixtisar gedəcək və cavab eləyəcək 14,7 qram. Bax, belə şəkildə biz daşın kütləsini təyin etmiş olduq. Demək, biz bu nümunədə cisimlərin, yəni hər hansı qeyri-düzgün formalı bərk cismin həcmini təyin etdik. Sonra biz menzurkanın ümumiyyətlə bölgüləri şkalalı olan cihazların bir bölgüsünün qiymətini təyin etdik. Daha sonra sıxlıq düsturundan istifadə edərək cismin kütləsini təyin etdik və eyni zamanda kütlə vahidləri ilə əlaqə yaradıb kütləni qramla ifadə etdik. Beləliklə bizim mövzumuz tamamlandı. Biz bu mövzuda digər kəmiyyətlərlə tanış olduq, həcmlə, sıxlıqla tanış olduq və bu kəmiyyətlərə aid tapşırıqlara, məsələ nümunələrinə baxdıq. Növbəti dərslərdə görüşərik. Sağ olun.